Salam, hər vaxtınız xeyir. Mən Şirnava Şəbnəm. Emal Tədris Mərkəzinin informatika müəllimi. Bugün sizlə alqoritm mövzusuna baxacağıq. Alqoritm deyəndə biz ümumiyyətlə nə başa düşürük? Alqoritm deyəndə biz sonlu sayda addımlar ardıcıllığı başa düşürük. Nəyə görə sonlu sayda deyirik? Məsəl üçün, hər hansısa bir hərəkətlər ardıcılığı nəzərdə tutaq. Əgər bu işin bir nəticəsi, bir sonu yoxdursa, demək ki, burada biz sonsuz dövrə getmiş oluruq. Alqoritmdə isə məqsəd odur ki, həmin hərəkətin, icranın bir sonu olsun. Ona görə gəlin alqoritmə biz buradan bir tərif verək. Alqoritm deyəndə hər hansı məsələnin həlli üçün icraçını təlimatlandıran sonlu sayda dəqiq və aydın addımlar ardıcılığı nəzərdə tutulur. Alqoritm terminini isə özbək riyaziyyatçısı Əl-Xarazm elmə gətirmişdir. Bunlardan hansını alqoritm adlandırmaq olar? Bu variantında bizə deyir ki, təhlükəsizlik texnikası qaydaları. B-də sinifdəki şagirdlərin jurnaldakı siyahısı, C-də metro stansiyanın siyahısı, D-də avtomobilin texniki pasportu, E-də isə bankomatdan pulun götürülməsi təlimatı. Bunların hansında sizcə biz bir icra görə bilərik? Məsəl üçün, A variantında icra edəcəyimiz heç bir şey yoxdur. Bu sadəcə qaydalardır, ard-arda oxuyub gedəcəyik. Eyni qaydada B variantında jurnaldakı siyahıda da heç bir icra edəcəyimiz bir funksiya yoxdur. C-də də eyni qaydada icra olunacaq bir şey yoxdur. D-də də icra edəcəyimiz heç bir şey yoxdur. E variantında isə bankomatdan pulun götürülməsi təlimatını biz insan olaraq bunu icra edirik hərəkətlər ardıcılığı ilə. Məsəl üçün, kartı daxil edirik, PIN kodu yazırıq, daha sonra məbləği daxil edirik və kartı götürürük. Bu artıq hərəkətlər ardıcılığı olduğuna görə deyirik ki, E variantı sualımızın doğru cavabı olacaq. Alqoritm mövzusu bununla yekunlaşmır. İnşallah növbəti hissələrdən yenidən sizlərlə görüşmək ümidi ilə.